Ben 3 yıldır dua ederim ama kabul olmuyor. Niye kabul olmuyor? Duanın qəbul olmasının vaxtını ancaq Allah bilir. Bəzən sizin bir ehtiyacınız olar. O ehtiyac sizə dua üçün verilir. Xəstəlik, bəla, müsibət, sıxıntı sizə gəldiyi zaman siz Allaha daha yaxın olasınız deyə gəlir. Daha da Allaha bağlanasınız deyə Allah göndərir. Daha çox zikrə, ibadətə yönələsiniz deyə Allah sizə qonaq kimi göndərir. Və yaxud da siz dünyaya çox bağlanırsınız. Dünyaya sizi bağlamamaq üçün bu şeylər olur. Bəlkə axiretin üçün daha faydalıdır. Bunun üçün bu dünyada qəbul eləmir. Peyğəmbərimiz Aleyhisselatü Vesselam buyurur ki, dua bir ibadətdir. İlla da Allahdan nəsə almaq, istəmək, o şey qəbul olsun deyil. Sən ibadət eləyirsən. Çox dəfə dua eləyirik. Allah niyə qəbul eləmir? Məsələn, xəstə bir uşaq həkimi çağırır ki, ya həkim mənə bax. Həkim də buyur baş üstə nə istəyirsən deyir. Uşaq deyir ki, filan dərmanı mənə ver. Həkim hikmət sahibi deməkdir. Həkim məsləhətinə görə baxacaq. O dərman onun üçün faydalısa verəcək və yaxud da ondan daha təsirli bir dərman verəcək, daha tez sağalsın və yaxud da o uşağın istədiyi o dərman xəstəliyi üçün ziyan olar, heç verməz. Biz də Allahdan istəyirik, Allaha dua edirik. Əgər o bizim üçün xeyirlidirsə onu verəcək və yaxud da daha gözəlinə verəcək. Bəlkə də o duamızı başqa surətdə qəbul edibdir. Yəni illa da o istədiyimiz şey yox, onun başqa formasında o duanı qəbul edib sənə verib. Bəlkə də o şeyi əldə eləmisən, fərqli bir surətdə, amma diqqət eləməmisən. Və yaxud da axirətdə verəcək. Hər şey bu dünyada istəmək, hər şey bu dünyada olsun. Bəs axirət, bəs cənnət, bəs əbədi həyat, bəs orada o məhşər günü, qiyamət günü, orada lazım olmayacaq bizim gözəl əməllərimiz, dualarımız, zikirlərimiz. Niyə onun qarşılığını illa da bu dünyada istəyirik? 2 ildir Allaha dua edirsənsə, səni təbrik edirəm. Çünki sən 2 il Allahla bərabər olmusan. O ibadəti yerinə yetirmisən. Əl açıb dua etməyən insanlar var.